25'ten 35'e sayaq. 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34. Artıq 35'in özünü yazsaq da ona diqqət etməməliyik. Yəni 25 və 35 aralığında olan ədədlərdən biri bu cücələrin sayıdır. Yəni bizim sualımızın cavabıdır. Uşaqlar, diqqət edin. Nəyə diqqət edirik biz burada uşaqlar? Açar ifadəmiz bundan bitmədi. Bəzi uşaqlar bu cür yazıb yarımçıqda qoya bilərlər. Amma baxın, orada yazılıb ki, bu ədəddə təkliklərin sayı 3-ə bərabərdir. Biz baxaq görək, bu ədəddə təkliyi 3 olan, bu ədədlərin içində təkliyi 3 olan hansıdır? Diqqət edin uşaqlar. Baxın, onluğu 3 olan çoxdur. Onluğu 3 olan çoxdur. Üzərində bir təklik onluq yazaq. Təklik, onluq. Təklik, onluq. Təklik, onluq. Təklik, onluq, təklik. Uşaqlar, baxın görün. Təkliyi 3 olan hansıdır? Bəli. Təkliyi 3 olan ədəd 33'dür. Deməli bizim cavabımız nə oldu? 25 və 35 aralığındadır. Bu 33 25'dən böyükdür. 35'dən isə kiçikdir. Fikir verin uşaqlar. Təkliyi də neçədir? 3'dür. Bizim məsələmizə uyğundurmu?